Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki: "Mən samə Ramazana imanan və ihtisaban, ğufira lehu ma taqaddama min zənbih." Kim Ramazan orucunu imanla və savabın Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar. Deməli, bu Ramazan ayında oruc insanın imanının möhkəm saxlaması üçün şərtdir. Çünki oruc insanın qarnın qoruduğu kimi dilini də qoruyur, gözünü də qoruyur, qulağın, əlin, ayağın qoruyur, haramlardan qoruyur. Ancaq halal etməyə, Allaha ibadət olan əməllərlə məşğul olmağa sövq edir. Deməli, bu ayda Allah Subhanahu taala səmaların qapısını açır. Başqa rivayətdə gəlir ki, cənnətin qapılarını açar. Cəhənnəmin qapılarını bağlayar. Təsəvvür elə sənin üçün, sənin bu ayda imanın artırması üçün şeytanları da zəncirləyər ki, şeytan sənə mane olmasın. Görün nə qədər xeyirli və mübarək bir aydır. Bərəkətli aydır. İmanı artırması üçün nə qədər xeyirli bir aydır.